Salam, xoş gördük. Hörmətli izləyicilər, dəyərli dostlarım. Burada varsınızsa, səsim duyulursa, yazın zəhmət olmazsa yorumlarda. Bilim ki, səsimi duyursunuz. Çox mühüm bir məsələni sizinlə paylaşmaq istəyirəm. Xoş gördük, dəyərli dostlar. Facebook'daki bütün izləyicilərimiz və həmkarlarım. Xahiş edirəm, yazın. Səsim duyulurmu? Əgər səsimi duyursa yazın, mən ona görə qısa bir çıxışım var. Onu sizə paylaşmaq istəyirəm, onu sizə çatdırmaq istəyirəm. Bir neçə gün bundan əvvəl sosial şəbəkədə bir Azərbaycan xanımı etiraz olaraq Azərbaycan bayrağını yırtıb ayaq altına atıb tapdaladığını gördüm. Açıq deyim ki, neçə gündür bu məni o qədər əsəbləşdirib ki, o qədər mənə toxunub ki, canlı açıb öz sözümü demək istərdim buradan xalqıma və elə o xanıma çatdırmaq istərdim. Bu niyyətlə mən bu videonu, bu canını açmışam. Sizdən də xahiş edirəm, videomu bəyənin, paylaşın, öz fikirlərinizi yazın ki, bu səsimi qoyu xanıma çatsın. Ümumiyyətlə Azərbaycanlıqda olan bu bayraq düşmənləri var ha Azərbaycanda. Bayrağa qarşı içində kin olanlar, onlar qoy hər kəs eşitsin. Əvvəl o qadın anladığım qədər hansısa təcavüzə, tacizə məruz qalıb, hər yerə şikayət edib, lakin onun şikayətinə baxılmayıb və baxılmadığı üçün də o öz etirazını Azərbaycan bayrağından çıxıb, Azərbaycan bayrağını yırtıb, ayaq altına atıb. Əvvəl o xanıma bildirmək istəyirəm ki, öz haqqını tələb eləmək üçün seçdiyin yol doğru yol deyil. Bir Azərbaycan xanımı kimi mən sənə bir məsləhətim odur ki, öz haqqını başqa yolla tələb etməlisən. Azərbaycan bayrağı bizim namusumuzdur, bizim şərəfimizdir, bizim qürurumuzdur. Azərbaycan bayrağı üçün minlərlə oğlanlarımız bugün vətən üçün, bu torpaqda bu bayraq üçün canını verib. Bu bayraq üçün canından olub, şəhid olublar. Bu bayraqda onların qanı var. Bu qırmızı onların qanı deməkdir, şəhidlərimizin qanı deməkdir. Sən bunu etməklə Azərbaycan o şəhid anaların ürəyinə necə bir yara vurduğunu bilir misən? Bizim oğlanlarımız, igidlərimiz bu bayraq üçün canından olublar. Bunu heç bir zaman unutmaq olmaz. Eyni zamanda sən bugün bunu etməklə Azərbaycan hakimiyyətinə əlinə bir kozır verirsən. Ki, hansı ki hakimiyyət bizim bu bayrağımızı bilirsiniz ki, dəyişmək istədilər. Bayrağın üstə hətta öz atalarının rəsmini qoymaq fikrinə düşdülər. Biz bunun üçün nə qədər mücadilə etdik bu bayrağımızı olduğu kimi qorumaq üçün. Bu bayraq 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmışdı və bu bayrağı ilk onun xanımı öz əlləri ilə tikmişdi və bu günə qədər biz bunu qoruyub saxlamışıqsa, Türklər demiş, nə mutlu bizə. Amma bugün sənin kimi bir insan çıxıb bu bayrağı yırtıb ayaq atır. Buna vətən xaini mən ad verirəm. Buna bu ölkədə sənin haqqın tapdanırsa, haqqını başqa yolla tələb etmə hüquqların var. Sən buna əl atmalısan. Bu məmurlara və eyni zamanda bu ölkə idarə edənlərdən tələb etməlisən öz hüquqlarını, bayraqdan deyil. Sən bu günləri ora çıxıb, əlində bu ölkəni idarə edənin rəsmini götürüb girsəydi, mən səni alqışlayardım. Amma bayrağımızı yırtıb, ayaq altına atıb, tapdalamaq, mən bu vətənə, bu torpağa xəyanət kimi baxıram. Sən əgər gerçəkdən də
öz haqqını tələb edirsənsə, doğru yol seçməmisən və bugün mənim Azərbaycanın igid oğlanlarının qanı var bu bayraqda. Onlar canlarını qoyub bu bayraq üçün. Və onların o ruhu bugün narahat olur. Onların ruhunu narahat etməyə heç kimsən haqqı yoxdur. Bayraq bizim canımızdır, qanımızdır. Bayraq harda olsa biz başımızda daşıyırıq. Necə ki, bax görürsünüz, mən yenə də burada da öz bayrağımızı gətirmişəm. Hər hansı bir Azərbaycanda tədbir olanda bayrağı hər zaman evdən çıxanda çiynimə bağlayıb öyle getmişim. Avtobusda, nəqliyyatda, şəhər içində. Hər kəs dönüb mənə baxırdı. Mən qürur duyurdum ki, bu bayraq mənim omzumda. Mən şəhərdə gəzirəm. İnsanları diqqətini çəkə bilirəm. Bu günləri Azərbaycan hakimiyyəti bizim bu bayrağımızı dəyişdirmək istəyibsə və bunu biz qorumuşuq, saxlamışıqsa, buna imkan verməmişiksə, bu yenə Azərbaycanın bugün həbsdə yatan oğul və qızlarının sayəsində olub. Bu günləri bu dünyadan köçmüş nə qədər əqidaşlarımız sayəsində olub. Bu bayraq üçün canını verənlərin sayəsində olub. Ona görə də sən çıxıb Azərbaycan xalqından üzr istəməlisən. O xanım kimdir, adını bilmirəm. Mən onun videosu qarşıma çıxdı. İnanın ki, mənə çox təsir etdi. Bir bayrağı yırtıb atmaq. Bu günləri bu bayraq mənim canımdır, qanımdır. Mən onun çiynimdə bir də başım üstə Türk bayrağı var, görürsünüz. Mən bu iki bayraq üçün canımı verirəm. Canımı verirəm. Gözümü qırpmadan güllə qabağını özüm atarım ki, mənim bayrağıma bir zərər gəlməsin. Sən mənim bayrağımı bu cür hörmətsiz edib ayaqlar atlatmaq, bu erməniyə yaraşan bir hərəkətdir. Erməni düşmənimizdən görmüşük biz bunu. Bir Azərbaycan vətəndaşı bunu etməməlidir. Azərbaycan vətəndaşı bayrağa sayğı ilə yanaşmalıdır. Bayraq bizim hər şeydən öndə gələn bizim namusumuzdur, şərəfimizdir və biz bunu qürurla daşımalıyıq. Mən burada bunu demək istəyirdim. Bu səsimi çatdırmaq istəyirdim o xanıma ki, bayrağımıza hörmətli etmə. Sənin əgər haqqın tapdanıbsa, bu günləri haqqını tələb edirsən, ona səsinə səs verirmirsə, bunun başında oturan, ölkəni idarə edəndən tələb et. Əgər yırtmaq istədiyin bir şey varsa, etirazını bildirmək istəyirsə, o başda oturanların rəsimlərini gətir, yırt, atqıyla. Efirdə, canlıda, ona cəsarətin çatmır, deyilmi? Onu etməyə sənin cəsarətin çatmır, Azərbaycan bayrağını yırtırsan. Azərbaycanın vətəndaşları bu günləri bu bayraq üçün bilirsən nələr çəkirlər? Hələ də çəkirlər, hələ də bu mücadilə edirlər. Sən nə haqla, səni kim haqqı verir ki, mənim bayrağımı bugün taplayıb, yırtıb ayaq altına atasan? Bu bayraq hər birimizin, biz Azərbaycan xalqının canıdır, qanıdır. Biz bayrağımızı göz bəbəyimiz kimi qorumalıyıq. Bunu bilginən. Sənin haqqın yoxdur ki, Azərbaycan bayrağını yırtıb atırsın. Öz haqqını tələbə etmək istəyən xanım, bir zamanlar meydanlara gəlib, orada öz haqqını tələb edin dediyimizdə, gəlib bizə dəstək olsaydın, bugün sənin haqqın tapdanmazdı. Bugün sənin hər yerdə sözün keçərdi. Çünki zamanında gəlib evində oturdun, gəlib qoşulmadın, tələb etmədin haqqını və bu günləri haqsızlığa uğramısan, təcavüzə uğramısan, nə olub bilmirəm, nələr keçib, ondan o bilgim yoxdur. Sən buna etiraz olaraq bayrağı yırtsan. Sənə kim haqqı verir mənim bayrağımı yırtmağa? Bayrağımı formu cırıb atıb tapdamaz, sənə haqqın yoxdur. Sən çıx efirdə xalqdan, Azərbaycan xalqından üzr istə və o bayrağı öp, askıyla yuxarıdan. Anladın mı? Mənim deyəcəyim bu qədər. Bayrağıma olan uzanan əllər qırılsın, bayrağıma uzanan əlləri qırmağa hər zaman qadirəm. Hər zaman bayraq mənim başımın tacıdır, gözümün nurudur. Bayraq bizim şərəfimizdir, namusumuzdur. Çünki bunun üzərində Azərbaycan oğlanlarının qanı var. Bu günləri onlar bu dünyadan köçüb gedənlər də var. Allah onlara rəhmət eləsin, bu bayraqda onların qanı var. Onların ruhunu heç kimsə bu cür incidə bilməz. Sağ olun, təşəkkür edirəm hər birinizə məni izlədiyiniz üçün. Sadəcə bu səsimi duyurmaq istəyirdim. Bu səsimi çatdırmaq istəyirdim ki, sosial şəbəkə yolundan bu səsim o qadına çatsın, o qadın kimdirsə ona mən yəni Azərbaycan vətəndaşı deyə bilmərəm. Vətəndaş ola bilər, o Azərbaycan qanında Azərbaycanın, yəni Türk qanı olan kəs bu bayrağı yırtmaz. Onun qanında, axtarın, bəlkə də onun qanında erməni qanı var.
Başqa bir qan var ki, o bugün bizim bayrağa qarşı hörmətli edir. Mən hər birinizə təşəkkür edirəm. Bayrağımızı hər zaman qoruyaq, saxlayaq. Necə ki, bu hakimiyyət gəldi. Məmməd Əmin Rəsulzadə Azərbaycanın Cümhuriyyətini quran qurucumuzun Bakı Dövlət Universitetinin önündə büstü var idi. Bunu köhnə adamlar bilirlər, universitetdə oxuyanlar, o zamanın dövrün gəncləri. Həmin büstü götürdülər oradan. Dedilər ki, yenisi yapılacaq, yenisi tikiləcək. Onun heykəlini, oradan büstünü götürdülər, amma yapılmadı. Hal-hazırda Azərbaycanda bir Məmməd Əminin doğulub böyük baş çatdığı Novxanı kəndində və heykəli var. Bir büstü var Ulduz metrosunun üstündə Şin zavodun həyətində. O da tökülüb nə gündə, mən onu neçə il bundan öncə oradan tapdım, onun şəklini çəkdim, yazdım, paylaşdım ki, bunu qoruyaq bari ən azından. Bunu bərpa etmək lazımdır. İndi hal-hazırda hansı vəziyyətdədir bilmirəm. Çünki neçə ildir ora gedə bilmirəm. Bir də bildiyim qədər Azərbaycan Respublikasında Zaqatalada var onun büstü. Keçən ildə onun oradan bizim Leyla xanım var. 62, bəli, Zaqatalada var. Amma hansı ki Azərbaycan hər bir güşəsində, hər bir yerində Məmməd Əminin heykəli, büstü, rəsmləri olmalıdır. Dövlət dairələrində onun rəsmləri olmalıdır. Necə ki, Türkiyədə hansı dövlət dairəsinə gedirsən, Mustafa Kemal Atatürk'ün rəsmini asıblar. Onun rəsmini də orada götürüb Cumhurbaşqanlarının rəsmini asmayıblar. Onun atasının rəsmini asmayıblar. Sadəcə Atatürk'ün rəsmi. Hansı qapıya gedirsən, hər yerdə onun rəsmləri var. Amma bizdə Azərbaycanda maalesef biz bunu qoruyub saxlaya bilməmişik. Bu yoxdur. Bari heç olmasa bayrağımızı qoruyaq. Bayrağımızı qoruyaq. Artıq bunların əlinə şans verməyək. Bizim başımızda bizi idarə edən o mənfur düşmandır onlar. Azərbaycan bayrağının, Azərbaycan xalqının, Məmməd Əminin düşmanı olan o mənfurlara, ölkəni talayanlara əlinə fürsət verməyək ki, bugün bizim bayrağımızın bu cür yırtılıb ayaq altına atılmasına görsünlər. Deyəcəyim bu qədər. Hamınızı bağrıma basıb öpürəm. Sağ olun, var olun, dəyərli dostlar. Bayrağımızı qoruyaq. Bayraq bizim canımızdır, şərəfimizdir, namusumuzdur. Sağ olun, var olun.